Söhbət Lerikin Gürdəsər kəndindən gedir. O kənd ki, şəhər mərkəzindən cəmi 17 kilometr məsafədə yerləşir. Bu kənddə böyüyüb, boya-başa çatmışam. Burada yaşayıram hal-hazırda. Yəni gördüyünüz kimi bu maşınla evimə getmək istəyirəm. Məsələn, gedib evə çıxa bilmirəm. Yollarımız bərbad vəziyyətdədir. Qazımız yoxdur. Yanacaq kimi odundan istifadə edirik. Odun da ki, hal-hazırda yoxdur. Yəni meşələr qırılıb gedib. Davanlar hamısı çıxıb gedir. Evlər boşdur. Baxımsız olandan sonra evlər də sökülür. Odun 5-600'e alırıq, bir maşın da bəs eləmir. Əgər yol olsa, vəziyyət yaxşı olsa, qaz olsa, cavanlar hamısı qaydar kəndə. Qaz yoxdur, biz də ancaq odun alırıq, odunda bir maşın bəs eləmir. Yolla problemimiz var. Yollarımız bərbad gündədir. Həm sakinlər, həm də kəndin icra və bələdiyyə orqanları dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də illərdir vəziyyət dəyişmir. Əksinə çətinliklər daha da artır. Bu kəndlər 22 kəndin heç birində qaz yoxdur. Qaz xətti Soru kəndindən, Gürdəsər kəndindən, Aliyabad kəndindən keçməyinə baxmayaraq bunlar qazla təmir olunmayıb. Müraciət olunurmu qazla təmir? Dəfələrlə müraciət olunur, dəfələrlə. Rayon rəhbəri də məsələ qaldırıb. 10 ildən artıqdır ki, bu yolun tikintisi nəzərdə tutulub. Əliyabad, Gürdəsər və Mazğun yolunun tikintisi nəzərdə tutulmağına baxmayaraq, lakin bugünə qədər o yolun tikintisi baş verməyib. Lakin yaxın gələcəkdə ümumilikdə 31,9 kilometr olan Əliyabad kənd inzibati ərazi vahidinin tərkibində olan Gürdəsər, Soru, Kiravud, Nücü kəndi, o cümlədən Vamazğun kəndlərində yol tikintisinin reallaşdırılması nəzərdə tutulub. Sözgedən avtomobil yolunun yenidən qurulması agentliyin nəzarətindədir. Bundan bağlı təkliflər hazırlanaraq aidiyyət üzrə təqdim olunub ki, yolun yenidən qurulması məsələsi dövlət investisiya proqramına daxil edilsin. Artıq dövlət investisiya proqramına daxil ediləndən sonra həmin yolun əsas şəkildə yenidən qurulması tərəfimizdən təmin olunacaq. Kəndin qazlaşdırılmasına gəlincə isə Lerik rayonunun təbii qazla təmin olunmayan kəndlərinin, o cümlədən Gürdəsər kəndinin qazlaşdırılması Azərqaz İstehsalat Birliyinin gündəmindədir. Rayonun digər kəndləri ilə yanaşı Gürdəsər kəndinin qazlaşdırılması məsələsinə növbəti illərdə maliyyə imkanlarından asılı olaraq baxılacaqdır. Görünən odur ki, illərdir səbr edən kənd sakinləri hələ bir qədər də gözləməli olacaq. Nuranə Tələt qızı, Şahin İlhamoğlu, Rəşid